Deməli, 23-də deyir ki, verilmiş cümlənin sxemini və cümlədə buraxılmış durğu işarələrinin işlənmə ardıcıllığını müəyyən edirik. Tapşırıqlarını yaz, Cəlal. Boş-boş oturma. Deməli, tapşırıqlarını yaz, Cəlal. Xitab olduğuna görə Cəlal, iki tərəfindən də vergül qoyulur. Boş-boş oturma. Vergül, tire, hətta belə eləyik. Burada dırnaq işarəsi açaq. Buradan da dırnaq işarəsi açaq. Dırnaq işarəsini görə bağlamalıyıq mı deyə əsəbləşdim. Aha, dırnaq işarəsini bağlamırıq çünki arxası gəlir deyə əsəbləşdim. Yenə vergül, tire, vaxtını boşa sərf eləmə. Vergül. Kitab oxu. Nöqtə. Burada artıq dırnağı bağlamalıyıq. Dırnağı bağlayacağıq. Nöqtə də həmişə dırnaq işarəsinin sonunda, çölündə olur yəni. Deməli, sxemimiz necə oldu bizim? V dırnağı açdıq. Vergül, tire, M, vergül, tire, yenə V və dırnağı bağladıq. Nöqtə. Belə olacaqsa sxemimiz cavab D variantına uyğun gələcək və ötürülənlər dırnaq. Neçədən vergüldür? 1, 2, 3, 4, 5. 5 dənə vergül. 1, 2, 3, 4, 5. 5 dənə vergül. Dırnaq, nöqtə, tire, tire. Ardıcıllığını istəyir. Bəli, elə Y variantı olacaq. Ən uyğun cavab budur.